самораскрываться наедине со всеми. Bu naidini safsiri çok garip söyledi. Naidini paradoks şey. Yani naidini sen teksen safsiri yani hamın karşısında sen korkursan ki sana nasıl diyorlar. Korkulu da elbette korkulu. Düşman var. Dünya tercümesi var. Japonlar. Yani bak bu ve bu ikinci meselede yani biz ki biri değil de biz fikirleşmek biz hazırız. Hazır değildir ve katılımcı olmak. Mesela sağda şey değil mesela ben mesela Prusta'ya kadar benim o çıkan günlerinde varsayıp Prusta'ya kadar yani orada böyle bir şey hisse var. Ve ben diyelim ki paradoksal şeyler Prust lazım lazım. Tercümesi lazımdı yok. Çok garip şey. Niye? Onun yeri tercüme indiki zamanda ben neycilemiyorlar. Ben diyelim ki götürün 10 sayfani sipariş verin 10 nefere. 10 nefer, o 10 sayfani yani vacip mesela, periyodik madde vesaire. 10 nefer tercüme eylesin. Niye? Onun gibi dil yaşasın, dil cevap vermeli. Bizle bir tercüme, yani ben bunu Kemal ne kadar danışmışam gene köyde hamam köyde danışmışım. Tercüme eyleyip kim okuyar. Yani biz o dünya karşısında hesabat vermemeliyiz. Yani biz her birimiz de dünya karşısında hesabat vermeliyiz. Biz olsa yakınlarımız karşısında hesabat verebiliriz. O da müeyyen şeye kadar ondan sonra sen tek kalırsın. Onun yerine demek istedim ki biz tarihimizi götürelim. Bir konsept olmalı. Mesela dersen ki Avestan başlar. Ben başka hiçbir Avestan. Tahmin ederim de. Elisa. Tahmin demek istedim ki. Yani ki sen varsan, sen böyle değilsen, böyle bu mevcuttur. Sen mevcut, sen bunu böyle görürsün. Ben mesela diyelim ki ben danışabilirim ki ben nice Azerbaycanlı olmadan iktidar elədim 2023 yılda. Sonra nece oldu falan danışabilirim ben. Ve sonra ben nece oldu kim beni qaytardı? Ben mesela bilmeyenler diyebilirim ki benim masa arkamın karşısında iki şekil var. Birinde Zerdabi ve Hanife Hanım'dı. Birinde 3 neferdi. Yani o şekli görerek dedim ki ben evde bunu söyleyeyim. Bu da Zerdabi'ydi, Topçu Başı'ndı, bir de Kaspirinski oldu. Yani siz görürseniz, bizde olan adamlar mısın görüyor? Yani ben diyerek ki, sizi bilmiyorum. Ben mesela onlara göre yazmaya ben başa çıkmıyorum. Ben minil, hiç ne başa çıkmıyorum. Mesela böyle bir test yerine ben ki mesela çok adama demişim. Mesela ki 5 nefer yazar adını mənə deyil. Və yığmışam bir test ki, məndə darmaq var. Mesela benim siyahım çok qəribədir. Benim siyahım birinci çok afsanafi adamdı. Yani Füzuli'dir. Öz işte, Dede Korkut'tu birinci. O qeyri adıdır, yani bilmək olmur. Əfsanə ikinci ya Füzuli ya Nəsimidir, yəni fərqi yoxdur. Nəhayət 3 Mirzədir. Deməli, bu 5 nəfər asimetri yaradır. Yəni istər-istəməz o vurğu o min ilə deyil. Vurğu mövcud o Azərbaycan kimi, mənim Azərbaycan 3 Mirzədir. Mən onun ünsiyyətə girə bilirəm, təmas yerim, söyə bilirəm onlardan qorxmuram. Onları başa düşürəm. Və mən 2003 ona görə qayıtıb gördüm ki, onlar var. İndi gene deyirəm, mən görürəm ki, biz o qədər pərakəndəyik ki, müxtəlif konsepsiyalar olmalı. Və indiki dövrdə biz, məsələn, 1000 illik tarixi yazmağa lazım deyil. Yəni, tarix başqa cür yazmalıdır bizdə. Tarix, yəni, biz o 1000 illik tarixi yazanda biz üçün yazmırıq, biz başqaları üçün yazırıq. Bizə qoşumuz var, bizə qoşumuz nə fikirləşir? O qoşumuz bizim o bura gətirdik məbəli. Yəni, qoşumuz gözlüyü nə qədər dünya bax. Ondan baxdılar, nə günə çıxdılar ki, biz də o yolda gedək. Ona görə ki, müxtəliflik, qorxmamaq, açıq olmaq, dünya mədəniyyəti, yəni dünya daxil təmasda olmaq, budur. Yəni, mənim düsturum odur ki, və müxtəlif, yəni, sən deyən, sən oxuyuram, görürəm ki, səndə, məsələn, mən görürəm ki, mənim, məsələn, Teymurla fərqimiz var. Amma mən, Teymurla hiçbir yaxın adam, doğma adamdır. Yəni, o fərqlər məni onun ayırmır. Yaxud, məsələn, o zaman getmə, Əli Abbasov Nizami'dən, Nizami mənə üçün
cəhlə gedən bir insandır. Ya o demək ki, onu dava edirəm. Mən Nizami qavaları başa düşürəm. Ona görə niyə olayım? Mənə görə Nizami Gəncəvi mənim üçün o üç mirzənin yerini tutub. Yəni mənim üçün üç mirzə doğmadır. Üç mirzə vaydınız ki, kimdən danışır? Mirzə Cəlil, Mirzə Ələkbər, Mirzə Fətəli. Və budur. Zeyr Avrəsar, bu üç mirzə, o adamlar ki, üç mirzə ilə əlaqədar əsas sözü demir, ondan ünsiyyətə girmir. Onlar mən şey, yəni onlar məni başqa cür başlayır. Onları mən inkar edirəm, yox inkar eləmirəm. Onlar təntənəli tarix istəyirlər, kim olsundur. Mən ki, təntənəli tarix istəyirəm, mən kifayətdir. Mən öyle istəmirəm Azərbaycan böyük olsun. Mesela fikirləşirlər ki, o da olsa 40 milyon, 50 milyon, mən üçün heç bir problemi yoxdur. Yəni, niyə lazımdır çox? Yəni, mən böyüyəm, yəni mən Hegel'le vuruşuram, yox, mən kiçik insanım, çox rahat yaşayıram. Və mən sizi yığmışım ona görə ki, mən istəyirəm ki, son illərin rahat yaşayayım. Yəni, burada sizin üçün yox, özüm üçün terapiya var. Yəni, bu sadə bir fikirdir. Heyran bunu çox yaşım başa düşür. Şu mənə Cavuz Qaydan sonra fikirləşdim ki, nə eləməliyim? Yəni, paylaşmalıyım. Sadə şeylər var ki, kimsə ona görə mənim məsələn Azərbaycanda düşmən deyil, oponentlərim deyil. Oponentlər olaraq ki, kişirdirlər. Mən özüm də istəmirəm Hegel'le yarışmıram, və istəmirəm Azərbaycan. Yəni ki, dilə gəldikdə mən başa düşürəm ki, yəni bu dildə 50 ildən sonra da Kant tərcümə olmayacaq. Bilmirəm. Sən deyilsən, mən bilmirəm. Yox, yəni ki, mən deyək yolla, yəni ona görə ki, mən deyirəm ki, ona görə ki, məsələn, bir səhifəsini 10 tərcümədə eləməsələr, yəni dil fikirləşməsə ki, bu mən kiməm, dil cavab verməlidir. Yəni, dil hazır sistem deyil, dil canlıdır. Məsələn, o ilk növbədə tərcümələr yox, o internetdə lüğətlərə baxmalıyıq. Yəni, mən bir vaxt şey yığmaq istəyirdim ki, məsələn, uzağa getməyək. Məsələn, Azərbaycanda belə bir insan mövcuddur ki, mən onu çox sevirəm və ona çox mərcət edirəm. Və o Zeynal Məhəmmədidir. Zeynal Məhəmmədiyə böyük bir qənarar vermək lazımdır. Yəni ki, 100 min. Ki, o 100 min dollar qənarar vermək lazımdır ki, o demək lazımdır ki, yox, fikirləri yox. Demək istəyirəm ki, o lüğət ki var internetdə. O lüğətin bir dəyişdirsin mənalarını, həssas eləsin. Ona görə bir zaman Zeynal Məhəmmədi heç kəs tanımır. Salam. Айсель, там можно раздеться. Salam. Hamını alqışlayıram. Doğrudan çox şadam ki, bu qədər adam gəlib. Və ondan başlayayım ki, yəni Əlisəyə minərəcət eləyərək. Mən Əlisəyə bir şey deyirəm ki, buranı çox vacib bir məkana, mədəni məkana çevirmək lazımdır. Yəni, bu çox imkanlar var. Və hətta yəni, o qədər adam olsun ki, yer tapılmaz. Yəni, bu mümkündür. Yəni, mən hələ ki, imkanı var, mən də o işdə iştirak eləməyə hazıram. Və indi bu gün yenə gördüm ki, o mümkündür. Və mən demiyorum ki, həmişə mən çıxış edəcəyəm. Məsələn, mütləq doğrulu çıxış eləməlidir, Əli çıxış eləməlidir, Teymur çıxış eləməlidir və s. Yəni, cavanlar çıxış eləməlidir. Onu deyim ki, burada indi bəziləriniz bilirsiniz ki, Ucalın urbanistik görüşləri olub. Onlar da məncə çox uğurluydu. Və mən onda çox təəssüfləndim ki, bu davamiyyət olmayacaq.
Ucal bir ildən sonra qayıdacaq və inanıram ki, o yenə davam edəcək. Ona görə ki, urbanistik məkan çox vacib məsələlərdir. Yəni, mən istədim bundan başlayayım və bunu dedim. Artıq çalışaq ki, orada bu məkan vacib məkana çevrilsin. Yəni, buna ehtiyacı var. Əsas bu biz olan yerdə, əsas bizik. Yəni, bu şəhərin bəlkə qaymaqları deyə bilmərəm, yəni qaymaqlar çoxdur, amma hər halda vacib bir hissəsiyik. Deməli, mən texniki bir məsələni deyim ondan sonra. Yəni, mən elə fikirləşirəm ki, belə fikirləşmişdim. Yəni, mən zamanla o qədər uyğun danışa bilmirəm, yəni hiss eləmirəm zamanı. Mən təxminən elə fikirləşirəm ki, 30-40-45 dəqiqə mən danışım, sonra əsas söhbətə keçək. Mən janrı da yəni çıxış yox, söhbət adlandırmışam. Yəni, həmişə söhbət adlandırıram, amma sonra mənə Ucal deyir ki, sən söhbət dedin, amma özün danışdın. Yəni, o təhlükə var, amma mən çalışacağım hər halda imkan daxilində elə qorum ki, həm maraqlı olsun, həm də ki, auditoriyanın, necə deyim, canlandırım. Yəni, əvvəl nədən başlamaq istəyirəm? Yəni, bu ad nə ilə bağlıdır? Niyə mən bu adı seçmişəm? Bu ad birdən-birə beynimə gəldi. Yəni, bir neçə səbəb var. Yəni, mən öz kağızımı gətirdim. Birinci səbəb, yəni, son il mən arxivimi tərtib edirəm və hiss elədim ki, yəni, bir sözü çox işlədirəm. Olduqca çox. Yəni, hər dəfə o söz gəlir mənə. O söz nədir? O söz seriozlu sözüdür. Rusça əsası yazıram, ciddi sözü. Və başa düşdüm ki, bu ciddi mənim ən böyük nöqsanımdır. Yəni, mən gəlir çalışım ki, əlbəttə ciddilikdən mən imtina eləmirəm, ciddi olmaq vacibdir. Amma ifrat ciddilik məncə çox böyük nöqsandır. Yəni, mən özümdə o nöqsanı görürəm və fikirləşdim ki, belə şey fikirləşim ki, o ciddi, ifrat ciddiliyi olmasın. Nə dərəcə bacaracağım, onu həyat göstərir. Yəni, bu bir məqamdır. İkinci məqamda mən dərhal başa düşürdüm ki, yəni, bu mənim çox güman ki, çox ümid edirəm ki, vida çıxışım deyil. Amma hər halda hesabat çıxışlardan biridir. Yəni, mən başa düşürüm ki, o qədər çox çıxışlarım qalmayıb. Və istər-istəməz müəyyən bir moraliter janrına keçməlisən. Yəni, əxlaq dərsi. Amma mən çalışacağım əxlaq dərsi olmasın. Ona görə mən çalışım ki, yəni o istərsəmiz olacaq. Yəni istərsəmiz mən həmişə deyirəm ki, sizə də deyirəm ki, mütəzədə yaş və s. var. Yəni ondan qaçmaq mümkün deyil. Yəni mən nəsə sizə demək istəyirəm və deyib getmək istəyirəm. Yəni bu təxminən belədir. Yəni burada bir eligi var. Yəni bundan qaçılmazdır. Amma çalışdım ki, yəni imkan daxilində örnəkdən əxlaq dərslərdən qaçaq. Ona görə ki, mən son ildəki çıxışlarımda da deyirdim ki, əsasən mən çalışıram ki, mən müəllim fiqurunda çıxış eləməyim. Əsas imkan olsa, məsələn, psixoloq, psixoterapevt, psixiatr, yəni o mənada yox ki, mən sizi müalicə eləyirəm. O mənada ki, mən sizi danışdırmağa çalışıram. Yəni, məsələn, provokasiya eləyirəm, qıcıq gəlirəm. Siz özünüzü tapmalısınız. Yəni, siz mənim sözümü bilavasitə kimi qəbul eləməməlisiniz. Siz yəni, özünüzdə onun əksini tapmalısınız. Ona görə yəni, bu moralite olsa da, yəni, hər halda mənim belə istəyim var. Nə qədər alınacaq, alınmayacaq, mən deyə bilmərəm. Yəni, bu ikinci bir səbəb, yəni, bu adı seçməkdə, yəni, ikinci argument belə deyək. Üçüncü güclü argument, indi mən o gün blogda çalışdım, rus dilində yazım və təbii rus dilində mən daha sərbəst yazıram və daha... Amma onu yazarkən başa düşdüm ki, yəni son vaxtlar mən özüm də buna çalışıram və çalışıram belə deyək də, yəni hər bir, onu məndən ağıllı adamlar da deyir, müdrik adamlar da deyir ki, necə izah edeyim, yəni biz istər-istəməz müəyyən bir zireh yaranır da ətrafımızda. Yəni bizim dərimiz bilavasitə dünya ilə, kosmosla, başqaları ilə üsiyyət tapa bilmir. Ona görə ki, müəyyən bir zireh yaranır. Yəni istər-istəməz bu belədir. Və mən fikirləşirdim ki, biz ümumiyyətlə başqalarını qulaq asanda o ağıllı adam ola bilər, müdrik adam ola bilər, dahi ola bilər.
əslində gəlib çalışmalıyıq ki, bu beynimizdə o hazır klişeləri silək. Yəni imkan daxilində. Mən başa düşürəm bu mümkün deyil, tamam. Amma hər halda bu istək özü çox vacibdir ki, hətta məsələn mən oxudum və çox mən ümumiyyətlə elmlə danışanda mənim kiçik nəvəm həmişə deyir ki, sən belə deyil, belədir. Mən həmişə deyirəm ki, ola bilər belə deyil, belədir. Amma mənim üçün elm yəni hazır cavablar deyil. Elm odur ki, məni həvəsləndirsin, mənə bir fikir gətirsin, mən nəsə deyim. Və oxuyanda ki, məsələn, axıracan başa düşmədim. Başa düşdüm ki, yəni o keynəmiş sözlər deyəndə, keynəmiş hərəkətlər eləyəndə, keynəmiş həyat yaşayanda, Rusçun deyib ki, sirayutsa geni. Yəni hətta genlər səviyyəsində də biz özümüzə zərbə veririk. Yəni biz başa düşmürük ki, biokimik vəziyyətdə də biokimik qatda biz özümüzü formalaşdırırıq və artıq onun qulu oluruq, ona məhrum oluruq. Yəni istər-istəməz elə yaşayırıq. Və bundan qaçmaq mümkündür? Yox, mümkün deyil, tamam. Amma o istək özü vacibdir. İstək olanda siz kifayət qədər ondan qaça biləcəksiniz. Və ona görə mən fikirləşdim ki, paradoksal bir ad qurub ki, paradoks istər-istəməz əvvəldən sizi o məcradan, yəni aydın məcradan, hazır cavablardan, hazır klişelərdən, imkan daxilində hərənin öz imkanı var. Hələ biri həssasdır, biri gəlir, ona bir vaxt lazımdır ki, o klişedə daha çox. Amma siz ondan xilas ola biləsiniz. Yəni mən də özüm də xilas eləyim. Yəni mən deyəndə ki, müəllim deyiləm. Demək istəyirəm ki, mən sizlə hazır cavablarla gəlməmişəm. Mən sizə öz tərəvvürlərlə, öz nə bilim məğlubiyyətlərlə gəlir. Mənim həyat boyu məğlubiyyətlərdir və tərəvvürlərdir. İndi də onlar davam eləyir təbii. Bəlkə müəyyən dərəcə azalıb, amma demək olmaz ki. Və o mənada məsələn, mənim bir essem var, yəni ona qayıtmaq istəyirəm. Yəni o çox vacib, mənim üçün çox vacib essedir. Esse Rusiyanın esse об уязвимости. Mən çalışdım o sözü, yəni ingiliscə, mən onun analogu tapdım, mən ingilis dilini bilmirəm. İndi mənə ingilis dili bilənlər kömək eləyəcək. Tələffüzüm təbii yaxşı olmayacaq. Vulnerable, deyən bu təkrarlayın. Vulnerability. Çox qəribə ki, mən məsələn deyim ki, mən çox vaxt internetdə o lüğətdən istifadə edirəm və hər dəfə görürəm ki, o lüğətin tərcümələri Azərbaycan-Rus məsələsi, ondan istifadə edirəm. Çox, necə deyim, dəqiq deyil, belə yumuşaq desək. Yəni, daha kobud söz işlətmək olar. Və mən görürəm ki, o uyaзвимость zəiflik kimi tərcümə ediblər. Halbuki mən deyən uyaзвимость zəiflik deyil, gücdür. Yəni, mən ümumiyyətlə deyirəm ki, o ən vacib bəlkə məsələlərdən biridir. Məsələn, bir adi misal gətirim, yəni bu hamımıza aydın olacaq. Məsələn, biz deyirik ki, möhkəm geyin soyuq olar. Sonra biz möhkəm geyinirik, dəriyirik və xəstələnirik. Və deməli, biz nə qədər məcazi mənada möhkəm geyiniriksə, o qədər zəifləyirik. Və niyə zəifləyirik? Ona görə vurdu, qaçmaq istəyirik. Və nə qədər ondan qaçırıq, o bizi tapır. Ona görə və biz əslində təhlükəsizliyimiz haqqında fikirləşirik və təhlükəsizlik güya vulnerable deyə bilməyəcəm onu, uyaзвимость deyəcəm, Rusça rahatdır belə. Uyaзвимостьın əksidir. Əksinə, o əksi deyil. O paradoksal olaraq onlar bir-birini təmin edir. Yəni biz nə qədər qaçıq. Ona görə bu uyaзвимость sözü mənim üçün olduğu çox vacib sözə çevrilib. Və uyaзвимость sözü o deməkdir ki, sən kosmosu demirəm, kosmos qalsın. Yaxınları ilə qorxmursun. Ya təbii qorxuludur, həyat qorxuludur. Kərpiç düşə bilər beyni və nə bilim dostluq xəyanət eləyə bilər, nə bilim qadın səni ata bilər və bunlar hamısı var. Amma sən gərək başa düşəsən ki, bundan nə qədər qaçırsansa, o qədər tez səni tutur. Yəni, bu məsələni mən istəyirəm ki, deyim ki, açıq olmaq, səmimi olmaq, bu nə qədər qorxuludursa, o qədər adamı xoşbaxt eləyir. Yəni, mən həyatımın axırında bəlkə buna gəlmişəm və neçə il bununla qabaq o hissəni yazanda mən özüm üçün xoşbaxt oldum. Oxucu oldu, olmadı, bu çox vacibdir.
Amma əsas odur ki, mən özümü nədənsə xilas edə bildim. Və təxminən bu qədər. Yəni mən indi belə quracağam. Mən keçəcəyəm misallara. Yəni nəzəriyyəm bunu qurtarır. Amma mən istəyirəm ki, nəzəriyyələrdən, üzr istəyirəm, misallardan danışanda bir dəqiqə mən bir qurtumalım. Siz onu başa düşərsiniz ki, yəni bu nə mənada mən bu misallar deyirəm. Yəni bu örnəkdir. Həm örnəkdir. Amma mən örnək üçün deməmişəm bunu. Bu, yəni pərəstiş olmaq üçün, pərəstiş eləmək üçündür. Yəni bu adamlara, bu hərəkətlərə, bu hadisələrə. Həm pərəstişdir, amma pərəstiş deyil. Və nədir, mən özüm dəqiq deyə bilmirəm. Amma demək istəyirəm ki, biz onunla özümüzün təması olsun. Bu çox vacib məsələdir. Ona görə biz çox vaxt deyirik ki, onlar başqa, biz başqa. Onların həyatı başqa, bizim həyatımız başqa. O mədəniyyət başqa, nə bilim, o sevgilər başqa, biz başqa, o alimlər başqa və s. Amma o, mən deyən məsələ odur ki, o nə qədər bacarırıqsa, o təmas tapırıqsa, açılırıq, yəni dünya açılır, zirəhi dağıdırıq, zirəhimizi dağıdırıq. Yəni dərilərimizin o kobud tərəf, mən həmişə fikirləşirəm ki, bir dəfə oxuyanda təəccüblənmişdim ki, niyə yoqlar gündə 1-2 saat dabanları ilə məşğul olurlar? Ona görə ki, onlar fikirləşirlər ki, dabanın dəriləri kobudlaşır və orada ölüm başlayır. Yəni, ölüm, fiziki ölümdən söhbət getmir. Söhbət olan ki, təmas dağılır. Və onlar çalışırlar ki, onlar fikirləşirlər ki, insanın dabanı, körpələrin dabanı kimi olmalıdır. Həssas, yəni ki, dünyadan qorxmamalısan sən. Yəni, bu, yenə başa düşürəm ki, bunlar hamısı gəlib, hopdurasınız özünüzə, başa düşürsünüz ki, bu sizə mümkündür. Nə dərəcədə mümkündür, o başqa məsələ. Amma siz ona nə qədər açıq olsanız görəcəksiniz ki, o qədər, necə deyim, əl çatmaz deyil. Ona gibi misalları mən istəyirəm ki, belə səbkidə, belə münasibətdə də qarayasın. Keçək, mənim bir neçə misalım var. Halbuki belə misallar yüzlərlə ola bilər. Yəni, mən elə yüzlərlə misal gətirə bilərəm. Hər insanın... Və mən belə bir insandan başlamaq istədim, Eskiil. Və fikirləşdim ki, yəni mən son illər, 20 ildir, 30 ildir mənə ilham gətirən, məni tanıyanlar bilirlər ki, qədim Yunanlılardır. Qədim Yunanlılar məni ilhamlandırmır, başa düşdüm. Yəni, mənə nəsə verir. Və o qədim Yunanlılarda danışanda mən deyirəm ki, onların bir neçə möcüzəsi var. Yəni, ən böyük möcüzəsi Homerdirsə, yəni Homerdən mən bəlkə bir dəfə bir görüşək, yəni imkan olsa, vaxt olsa, istək olsa, mən Homerdən ayrıca danışa bilərəm. Amma ikinci möcüzə Eskiildir. Və Eskiillə bağlı elə bir söz deyirlər ki, Eskiil deyirdi ki, əslində mənim Rusçanın belə dedi ki, krokis pirşsız sala Homera. Yəni, Homerin belə bir masa yeməyindən mənim törtöküntülərdir, mən deyəlim. Yəni, o qədər Homer olar ki, orada Allahıdır. Amma, yəni, bu bir neçə səbəbə görə Eskiildən başlayıram. Birinci, yəni, konjunktur paradoksdan başlayayım. Yəni, bu nəşr bəlkə indi hər halda bizim nəslin adamları bilirlər ki, bu nəşr ümumiyyətlə çox mötəbər nəşrdir. Literaturlu pamitik, literatur abidələr. Mən məsələn, həmişə fikirləşirəm, Moskvada 10 il buna qabaq olanda, bu kinisdən gedəndə fikirləşirdim ki, mən bir kitab anlamalıydı. Heç olmasa 50 kitab, onlarda 50 kitab alardım ki, yan-yana olsun. Yəni, bu nəşrlər mənə çox vacib nəşrlərdir. Amma bu nəşrin çox qəribə bir, mən yenə konjunktur, sonra qeyri-konjunktur paradoksa keçəcəyim, konjunktur paradoksa başlayır. Yəni, bu nəşrlərin xüsusiyyəti odur ki, mətnlər özü də 20%, 30%-dir. 70% əlavələrdir, izahlardır, kommentlərdir, lüğətlərdir və s. və s. Və bu kitabın da mən gördüm ki, əsas əlavəsi onunla bağlı yazılar yazdım, onunla parçalar çap olunub. Vyacheslav Ivanov'un Dionis və Progenesis kitabından parçalardır. Dionis, mən onu dərk eləyək, söhbət nədən gedir? Əslində Dionis nə Allahıdır? Şərab Allahıdır, siz bilirsiniz, meynə Allahıdır. Amma əslində Dionis o zirəhi dağıtmaq Allahıdır.
Yəni ekstaz Allahıdır. Yəni ki, enerjiyanın Allahıdır da. Hətta elə bir enerji ki, onun çərçivəsi yoxdur. Onun, və prodiyalisis də cənisdən qabaq olan məsələlərdir. Amma niyə mən məsələn bunu deyəm? Buna görə ki, Vyacheslav Ivanov bu kitabı Bakıda yazıb. Və o kitab da Bakıda çıxıb. Və mən onu Bakı Universitetinin kitabxanasında oxumuşam. Yəni mən qeyd edeyim, konjunktur paradoksu. Yəni İSKİL bizdə yoxdur. Halbuki mən birazdan görəcəksiniz ki, İSKİL çox vacibdir. Amma İSKİL bizdə olub. Deməli, Vyacheslav Ivanov burada o dissertasiyanı müdafiə edib. O dissertasiyada təbii, yəni bizi indiki dövrün dissertasiyaları deyildi də, yəni ciddi idi. Yəni ciddi sözü işlətdim. Və deməli samballı adamlar vardı. Ciddi idi. Və bu bir tərəfdir, bir paradoks. İkinci tərəfi, bu kitabın redaktorlardan biri və o kitabı burada onu komment yazan, onu bura salan və o redaktorun biri Həsən Hüseynovdur. Həsən Hüseynov kimdir? Çingiz Hüseynovun oğludur. Çoxumuz mu Həsən Hüseynovu tanıyırıq? Yəni mən ayrıca, indi Həsən Hüseynov Londonda yaşayır və mən hər dəfə onun müxtəlif 10 il bundan qabaq, 7 il bundan qabaq intervyularını oxuyuram və təəccüblənirəm ki, yəni olduqca böyük səviyyəli insandır. Və onu deyim ki, vaxtı ilə biz Slavyan Üniversitəsində mən işləyəndə Kəmal Abdullah ilə danışırdıq ki, və onu privat dosent elədi, amma axıra çatdırmadıq. Yəni biz çox adamları Azərbaycana eləyirik. Yəni demirəm o siyahını ki, sizi sarsıtmayım, amma yəni nə Vyacheslav Ivanov var bizim şəraitdə, nə Həsən Hüseynov var. Və ümumiyyətlə 20-ci əsrlər, 20-ci illər Bakını biz baş tanımırıq və tanımaq da istəmirik. Yəni deyirik, bizə lazım deyil bu. Halbuki biz nə qədər onları mənimsəsək, o qədər güclü olarıq. Yəni bu ayrı söhbətdir, o uzağa getmirəm. Yəni bir tərəfdən bu keçmişimiz ki, biz tanımadığımız keçmişimiz, bir tərəfdən lüğət ki, biz ona fikir vermirik. Amma mən artıq keçirəm qeyri-konjunktur, yəni İSKİL əlaqədar. İSKİL təxminən çox maraqlıdır. Yəni birinci dramaturqdur, birinci teatrdan başlayır, tragediyadan başlayır. Yəni baxın ki, nə səviyyədəymiş, birinci, yəni təxminən mən deyərdim ki, belə məcazla deyək ki, Şekspir bəlkə İSKİLdə verəməlidir, İSKİL Şekspirdən yox. Şekspir dahi aydındır, biz onu hamı tanıyırıq, İSKİL tanımırıq. Və İSKİL təxminən 80 piyes yazıb, 80 piyesdə tərcümə. Və ondan təxminən 10% gəlib çatıb bizə. O cümlədən və məni çox təəccübləndirən, və onun haqqında biraz danışacağım, tetralogiya yazıb, tetralogiyadan 4 piyes, 4 tragediya. Şeylə əlaqədar, üzr istəyirəm, Prometey ilə əlaqədar. Və onun biri zəncirlənmiş Prometey bizə gəlib çatıb. Və o zəncirlənmiş Prometeyi mən nə qədər oxumuşum, o qədər təəccüblənmişəm ki, elə bir büyün yazılıb. Mən təbii ona vaxt itirsəm, mən gəl bir saat danışım, mən çalışacağım 5 dəqiqə qutarım. Yəni bu nədir? Burada çox qəribədir. Baxın, siyahıya baxın. Deməli, Prometey bilirsiniz ki, Allavu insanlara bağışlayıb, Zevs ona, nə bilim, cəza verib, qayaya zəncirləyiblər və s. Yəni orada qalıb, illər boyu orada qalıb. Yəni bunu bilirsiniz. Yəni fikir verdim ki, yəni iştirakçılar arasında Zevs yoxdur. Deməli, Prometey var. Zevsin demonlar, iblisləri var. Zevsin iblisləri kimdir? Biri deməli hakimiyyətdir, biri zorakılıqdır. Çox qəribədir. Gefest var. Gefest var ki, o adam ki, məsələn, Prometey ilə çox yaxındır, amma ona görə Zevs ona tapşırır ki, sən bu cəzanı həyata keçirməlisən. Germes var. Yəni Germes kimdir? İnformasiya Allahıdır. Yəni Zevs yenə deyirəm, Zevs yoxdur. Zevsin hökmü var. Artıq mən yenə istəmirəm, asosiyalar inşallah mən aparılır indiki dövrdə. Mövzu nədir? Yəni mövzu yox, məğzi nədir? Mən də Loru dili ilə danışacağım. Yəni ola bilər bu sözlər İSKİLdə yoxdur. Yəni Zevs deyir ki, mən səni ona görə cəzalandırmıram ki, sən Allahı insanlara vermişsən. Mən ona görə səni cəzalandırmıram ki, sən sözümə baxmamısan.
Ona görə cəzalandırıram ki, sən çox sadəlif adamsan. Adamsan deyirəm, adam dansa Allahsa kimsə fərqi yoxdur. Sən deyir, başa düşmürsən, Allah insanlar üçün niyə lazımdır? Niyə eləyəcəklər Allah? Yəni, onlar qiyam eləyəcəklər. Onlar bizə bənzər olacaqlar. Yaxşı, onlar deyək ki, ət pişirəcəklər, kebab eləyəcəklər. Dolu qarın olacaqlar, evləri isti olacaq, yoxlayacaqlar. Orada hətta Rus tərcüməsində belə bir söz var. Deyir ki, o əslində deyir ki, Xila Dadnevkidir. İnsanlar Xila Dadnevkidir. Adnevka aydındır, bir günlüklər. Xil idi nədir? Aciz, zəif, qorxaq və o silsilədə siz davam edə bilirsiniz. Yəni, bunlardır insan. Sən onlara Allah vermirsən. Və sonraki mənim misalım Nietzsche-lə qədər görəcəksiniz, bunun davamı da elə bir. Ona görə və bizə Eskilin sonraki piyesi, yəni o min illərdən sonra xilas olur. Asılbarconi Prometey piyesi biz çatmayıb. Mənim çox maraqlıdır ki, Eskil də yazacaqdı orada. Amma hər halda başa düşürəm ki, Eskil bütün variantlarda heç də belə bizim istədiyimiz kimi melodram yazmayacaqdı. Ki, cəza verdi, hamı güldü, hamı razı oldu, hamı çox... O faciəni, o ki, Yunanlılar faciəni heç deyilib. İnsan həyatı faciədir. Faciə yüksək mənada deyirəm. Ona görə, bax, bu mövzu və bu yanaşma məni indiyəcən təəccübləndirir, sarsıdır. Yəni, yenə deyirəm, bu 5-ci əsr bizim eradan 2500 il keçib. Bu birinci dramaturqdur, birinci teatrdır. Bu mərasimlərdən bu qrup, o sistemi qrup. Özü orada çox qəribədir ki, məsələn, xor var. Xor hamısı Germes var. Hamısı bana deyilir ki, ağıllı başıma al. Yəni, sən olsun da heç nəyə bilməyəcəksin. Yəni, Prometey təkdir, onlar hamısı onu gülürlər. Yəni, çox qəribə piyesdir. Yəni, bunu nöqtə qoyuram, yəni, düşünmək istəyirsiniz, düşünün artıq bunsuz. Bunu qoyuram kənara. Şu vaxtı hiss eləmirəm, nöqtə vaxt geçib. İkinci misal, yəni, mənim siyahım var. Bu da mən uzun zaman fikirləşmişəm bu barədə. Bu da Nietzsche'nin məşhur sözləri var ki, insan ölüb. Bok umir. Yəni, əslində, Nietzsche'də biraz başqa cürdür. Nietzsche'də Zərduş çıxır meydana, biz orada Zərduş meydana çıxır və nəsə deyir. Zərduş belə dediyi bu məşhur əsəri elədir ki, orada deyir ki, biz Allahı öldürdük. Mən fikirləşirdim ki, dərhal başa düşdüm ki, söhbət ateizmdən getmir. Söhbət də ona getmir ki, Allah var, yoxdur. Bu məsələ də Nietzsche'ni maraqlandırır, nə heç kəsi maraqlandırmamalıdır. Yəni, o bayır mövzudur. Yəni, onunla qədər öz fikrimi bir cümlə ilə axırda deyəcəyəm mən. Və sonra cavab axtarmaq üçün mənə Heideggerin yazısı rast gəldi. Heideggerin bir yazısı var ki, bir başlığı belə elədir ki, Rabot Slava Nietzsche bu umir. Yəni, bir başa deyir ki, mənim böyük əsərim bu fikrin izahı olacaq. Və əslində mən qəribə o izahı oxuyanda dərhal başa düşmədim. Yəni, dəfələrlə oxumuşam, yəni 5-6 dəfə oxumuşam. O deməkdir ki, əvvəldə axıracan oxuyurdum. Yəni, oradan-buradan oxuyurdum, səhərdim, çalışırdım ki, başa düşüm. Yəni, aşağılar yatanda oxuyurdum və s. və s. və s. Birdən birə başa düşdüm. Yəni, əslində başa düşdüm ki, Eskil dediyə məsələdir. O deyir ki, biz deyir, Allaha, necə deyim, Allaha bütün gözümüzü tapşırmışıq, bütün iradəmizi tapşırmışıq. Yəni, biz yəni, insanlığımızı Allaha başlayır. Yəni, Allah bizim əvəzimiz yaşayır. İnsan yox olub. Yəni, o Allah artıq mən hətta elə Allaha pop Allah deyirəm. O pop Allah çox qorxuludur, çox təhlükəlidir. Yeni deyəlim, söhbət ateizmdən getmir. Ateizm başqa məsələdir. Yəni, biz özümüzü aciz eləmişik. Yəni, məsələn, bizim şəraitimizi götürün. Mən, məsələn, hər dəqiqə eşidəcək şükür. Şükür nədir? Bundan pis olmasın, yaxşı olmayacaq olsun, pis olmasın. Hamımız qorxaqlıq var o şükürdə. Allah rəhmət eləsin, nədir? Kim rəhmət edəcək? O, yaşlarda biz o ölüdən bir normal söz danışmırıq.
və s. və s. və s. və s. Və fikirləşirəm ki, bu təxmin o proseslər Avropada da olub. Avropada olub və Avropa dahi 19-cu əsrdə. O ki, qəribədir ki, Nietzsche 1900-cü ildə ölüb. Yəni 20-ci əsrin necə deyim, kəsiyində də. Yəni 20-ci əsrin adamıdır, 19-cu əsrin adamı deyil. O çox qəribə, daha adam olub da. Yəni o qışqırıb ki, belə yaşamaq olmaz, belə eləmək olmaz. Və o cümlədən fikir bizə deyib ki, yəni biz məsələn çox vaxt başa düşmürdük ki, niyə fövqəli insan deyir. Və ona görə fövqəli insan deyir ki, sən deyir, özün Allahsız yaşamağı bacarmalısan. O da nə deməkdir? O demək ki, öz iradən olsun, öz hərəkətinin olsun, öz məğlubiyyətin olsun, öz qələbən olsun və s. və s. Yəni bu insan əslində bu fövqəli insan deyil, bu normal insandır. Normal insan ki, hansı insan? Normal insan o insandır məncə ki, o həyat boyu homo sapiens olmağa çalışır. Yəni özündə təbiəti öldürür, deyir ki, mən təbiətə qarşı çıxacağam, fiziologiya qarşı çıxacağam, genetika qarşı çıxacağam, nə bilim, biokimiya qarşı çıxacağam. Yəni budur, bunu kim nə qədər bacarsın, yəni proses budur. Mən belə başa düşürəm. Və Nietzsche'nin yəni bizə mesajı belə deyək də bu sözdə budur. Bunu da qutaram, nöqtə qoyuram. Yenə düşünmək istəyirsinizsə düşünün. 28 dəqiqə, 30 dəqiqə demişdiniz. Amma misallarım elə ikisi qutardı. 20 ilə qabaq tanımırdım ki, elə adam var. O da Robert Evans'dır. Girsəniz, internetə girsəniz, görürsünüz ki, bir neçə Robert Evans var. Birinci Robert Evans aktör gedəcək, sonra da bir başqası, sonra axırda gələcək bu Robert Evans. Bu Robert Evans kimdir? Bu Avstraliya keşişçidir. Bu adam ömür boyu göyə baxır, ulduzları tapır. O, ümumiyyətlə, özdəki Wikipedia oxusanız görəcəksiniz ki, bu adam deməli, astronom lübitil, yəni həvəskardır. Özü də bu yaxında pensiya çıxıb, o da qəribədir ki, yəni Robert Evans mənlə bir yaşdadır. Biz 1937-ci ildə doğulmuşuq. Və onun deməli, Evangeliya bağlı, Evangeliya tərcüməsi mənəvi şey yazmalıdır ki, vaxtı ilə bizə Xəzər var idi. Yəni, bizim nəslin adamları onu yaxşı tanıyır, ona görə biz o vaxt. Mirzə Xəzərin çox dəqiq tərcüməsi vardı, xoş xəbər. Evangeliyində də xoş xəbərdir. Yəni, İsa ilə əlaqədar xoş xəbərdir. Və bu xoş xəbərlə əlaqədar Evans kitablar yazır. Yəni, əsas peşəsi odur ki, keşişdir, Evangeliyə əlaqədar, xoş xəbərlə əlaqədar. Və bu adam 30 ildir. Əvvəl pulu az idi, balaca teleskopu vardı, sonra pulu çoxaldıqca başqa teleskop alır. Bütün gecələr təxminən göyləri seyr edir. Və mən onunla əlaqədar yenə deyirəm, ola bilər ki, astronomiya mənasında mən deyən məsələ astronom gülərdi mənə. Amma çox qəribədir, yəni biz gördüyümüz ulduzlar çoxsu ölü ulduzlardır. Yəni onlar çoxdan ölüb, işıqları yavaş gəlir bizə. Amma məlum olur ki, Ruslar onu sverxnovaya, yəni yenidən yeni ulduzlar var. O da təxminən elə başa düşdüm ki, o necə eləyir? O, hansısa qalaksiyanın bir hissəsini çəkir, büyün çəkir, sağ baxıb, bir aydan sonra görür ki, burada nəsə başqa bir işıq var da, başqa bir işıq var, onu qeyd eləyir. Sonra profesionallara xəbər verir ki, orada böyle bir profesionallar da mən üçün o qədər təəccüblüdür ki, bu adam, yəni bu bizlə bərabər yaşayan insandır. Bu dəlidir, normaldır. Yəni kimsə onu dəli deyə bilər, kimsə normal deyə bilər. Amma təəccüblüdür. Və qəribədir ki, yəni məlum olur ki, onlar sonra onunla çox qəribə intervyu var. Və yenə başqa bir astronom həvəskar, Schwarzenegger internetə gelsəniz görəcəksiniz. O da seyr eləyir ulduzları və gəlib onun intervyu alıb. O təxminən deyirdi ki, Robert Evans sözü deyirdi ki, mən deyir, təxminən deyir, öyrənmişəm, elektrik şey var, Edis, Yunanların gedir sözüdür ki, mən o şəkili elə görürəm ki, dərhal bir neçə galaktikanı görə bilirəm. Yəni, dərhal o şeyi tuturam da, o mənzərəni. O qədər deməli, o kosmosla, kosmosdur, galaktika nədir, soruşsanırsa galaktika nədir, mən çalışdım, ümumiyyətlə, baxmayım internetdə, yəni ki, öz biliyimi artırmayım. Mənə Robert Evans'ın
özü lazımdır. Yəni onun elədiyi yox. Və fikirləşdik ki, o necə ola bilər ki, yəni biz 2 dəqiqə baxanda ondan sonra yoruluruq və qorxuruq ondan. Mən məsələn qorxuram, göylərə baxmaqdan qorxuram. Yəni Robert Evans indi də sağdır. İndi də yaşayır, indi də hər gecə oturub teleskopa baxır. İndi də və onun məsələn 2001-ci ildə artıq məlum oldu ki 37 dənə sverxnova, yeni ulduz aşkar eləyib və Guinness kitabında onun yeri var ki, o normal. İndi baxıram. Misallarım çoxdur, mən daha qısa danışacağam. İndi bu misal artıq insanlarda yox, quşlardandır. Yəni yenə deyirəm, bu misalı mən ornitologdan almamışam, Amma mən ornitoloq baxmamışam, iş oxumamışam da hətta. Şairədən almışam. Belə bir, mənim çox sevdiyim bir şairə var, Vera Pavlova. Ümumiyyətlə, təbii Rus şeiriyyətini mən daha yaxşı bilirəm. Ona görə ki, başqalarını tərcümədə oxuyuram. Marina Tsvetayeva xətti var. Yəni, Marina Tsvetayeva xətti, mən belə deyərəm, qadınların çılpaq danışmaqdan qorxmamaq. Yəni, çılpaq qadın, çılpaq aydın məcazı mənada deyirəm mən də. Yəni, Vera Pavlova o qədər çılpaq danışa bilir ki, mən özüm sarsılıram, deyirəm, bu necə mümkündür? Və onun bir şeiri var qaranquşlardan. Məlum olur ki, qaranquşlar yuvanı yuxarıda eləyirlər. Yenə deyirəm, ornitoloq bilim yoxdur mənim. Ona görə ki, onlar yerdən göyə uça bilmirlər. Deməli, onlar gəlir yuvadan çıxsınlar, düşsünlər yerə düşərkən yenə qalxırsınlar, yuxarı qalxırsınlar. Və ona görə onlar məsələn heç vaxt yerdə olmurlar. Və bu mənim üçün əlbəttə söhbət quşlardan getmir artıq məcaz kimi fikirləşirəm ki, bu deməli bizim təbiət də bizə çox şeylər deyir. Amma biz açıq deyilik, səmimi deyilik, həssas deyilik, nə bilim çevik deyilik və s. və s. Yəni bu Vera Pavlova qalsın bir yana, sonraki misala keçim və növbəti misala keçim. Deməli, növbəti misal çox hamı bildiyi, tanıdığı qədər. Bəlkə bu hadisəni də bilirsiniz. Bu mənim məsələn bir dəfə oxuyanda sarsıtdım və hərdən bir o əhvalatda oxuyuram. O da Dante Beatrice məsələsidir. Yəni Beatrice əslində Biçedir. Bu Dante Biçe, sonra Beatrice bunu eləyib Dante özü. Dante aydındır ki, onlar məsələn Avropa mədəniyyətində çox vaxt deyirlər ki, Eschil elədiklərini yeni dövrdə Dante elədi. Yəni o keçiddə. Yəni 5-ci əsrin keçidi var. Bir də Dante neçənci əsrdə yadımda deyir. Yəni 10-da 15. Yəni o əhvalatı danışım. Yəni o ilahi komediyanın işim yoxdur. İlahi komediya özü dahi addır. Onu da Dante özü verməyib. Bilirsiniz, Boccaccio sonradan verib o adı. Ümumiyyətlə mən həmişə çalışmışam onu oxuyum, heç vaxt oxuya bilməmişəm, çox darıxmışam. Başa düşməmişəm necə olur ki, o çox məşhur kitab olub. Hətta onu adı insanlar oxuyurlar, özü də o vaxtdan məşhurdur. Onunla da işim yoxdur. Yəni onun sevgi məcarası çox maraqlıdır. Deməli, bu Biçeni Dante ilk dəfə 9 yaşında görür. Deməli, müəyyən mənbələrdə bəzi yazır ki, kilsədə görüb, bəzi kilsədə görüb, fərqi yoxdur. Yəni, təxminən mən yaşı götürəndə görürəm ki, o qızın o vaxtda 6 yaşı olub. Özdə onun yadına qalıb ki, o qırmızı almız paltarı olub. Yəni, Prometey yadınıza gəlir, o alavı ona görə verib ki, bir kez sonra qırmızı paltar geysin. Yəni, təxminən mənim təsəvvürümdə elə yaradır. Və ondan sonra o yaddaşında o biçi qalıb. 6 yaşında. Ondan sonra onu bir də görüb 9 yaşından sonra. Deməli, artıq Beatrice böyük bir qızı. Küçədə onu görüb, o ağ paltarda olub. O vaxt mələk kimi görünürdü. İndi də belə qeyri-adi bir insan kimi görünürdü. Və sonra qəribə ki, məsələn,
Dante əslində Beatrice'i qaçırdı. Beatrice'i çatdırmışlar ki, Dante sənə vurulub. Amma Dante Beatrice'i görüşəndə özünü elə aparırdı ki, başqa qızlara vurulur bu qız. Başqa qızlar var, Beatrice yoxdur. Yəni qorxurdu. Üsiyyətdən qorxurdu. Elə oldu ki, o ikinci dəfə görüşəndən sonra Beatrice ələ getdi və 2 il sonra öldü. Və bütün ömrü əvvəl bilavasitə Nova Жизнь belə deyildi əsərin yazı. Bilavasitə ona sonet yazıb və s. və s. Demək istəyirəm ki, yenə yadınızda saxlayın, mən əvvəldən dedim ki, bu örnək kimi demirəm, pərəstiş kimi demirəm. Yəni demək istəyirəm ki, biz özümüzün şuurumuzda gərək bu mümkündür, bu mümkündür məsələni gərək hopduraq. Və hopduranda o sizə kömək eləyəcək. Nə dərəcə kömək eləyəcək, nə dərəcədə biz həmişə deyirəm ki, fransızların belə bir sözü var. Deyir, o vas, tərcümə eləyəcəm sonra. У вас такая любовь, какая есть, просите за немногое. Yəni sizdə deyir, kimə tərcümə elə. Yəni deyir, sizdə elə bir məhəbbətdir ki, siz onu ayırsınız. Üzr istəyirəm ki, bu böyük deyil. Yəni biz nəyə naillikdir, yəni onu qorxmayaq. Amma heç olmasa çalışaq ki, 1 addım, 2 addım, 10 addım, indi kimsə 100 addım eləyir, kimsə evansdır. Biz evansa dəli deməyək. Evansa pərəstiş eləmirəksə, heç olsa xoşbaxt olaq ki, bu dünyada evans var. Beatrice var, nə bilim və s. və s. və s. Və son, yəni yenə ixtisar eləyirəm, bir pritçə ilə, bu kim pritçəsidir? Onunla bitirmək istəyirəm sözümü və sonra sual olsa mən inanıram ki, məsələn, mənə, hələ video bilirəm onu yadımdadır. Məsələn, mən bilirəm ki, Farizə sual verəcək və Tucal sual verəcək və s. Və mən ona dedim ki, kim hansı dildə sual verəcəksə o dildə yox, söhbət İngiliz dildə getmir, söhbət Rus dildə getir. Yəni o pritçanı danışmaq istəyirəm və ondan və sonra Ucala müraciət edəcəm. O pritçə çox sadədir. Deməli, serçə balası, Ruslar varobuşuq. Mən həmişə fikirləşirəm ki, bizdə ev heyvanlarının xeyli belə adları var da, küçük, buzov, dana, dayça və s. Amma çöl heyvanlarına biz o qədər şeylə söylə verməmişik. Bu varobuşuq. Ruslar o varobuşuq sözü xoşuma gəlir, ona görə serçə balası deməyək ki, varobuşuq deyəcəm. Yəni varobuşuq uzanıb çiyini üstə, ayaqları yuxarıda. Belə. Deyirlər ki, sən niyə belə uzanmışsan? Deyir, göy düşəcək, səma düşəcək. Mən də onu saxlamalıyam. O da deyir, sən dəlisən nədir? Sən hara, göy hara? Deyir, каждый делает, что может. Deyir, kim nə bacarır, onu eləyir. Yəni, onu qutarıram sözümü. İndi mən istəyirəm ki, son bu siyahıda bir Yapon var, Hiromi Oehara. Bu caz ustasıdır. Onu bir dəqiqə o cazı kömək eləsin, bizi qulaq asaq. Ondan sonra ikinci hissəyə keçək. Oy. Mən ümumiyyətlə ateist deyiləm, dindar da deyiləm. Yəni bilmirəm nəyəm. Amma mən bir cümlə var, yəni o mənim cümləm deyil. O deyir ki, sən Allahı axtarma, Allah səni tapmalıdır. Sən Allah tapsan, o deyir boş bir şeydir. Allah səni tapsa, o da bir Allah var. Və Allah tapır bizi nə vaxtsa. Lazım olanı tapır və buna inanıram. Nəhayət bir 10 dəqiqədə Azərbaycanlılar. Yəni bizdə bu səpkidən, yəni İskildə, Prometeydən başlayaraq Hiromi Oehara, baxıram, ad yadda qalmır. Yəni mən üç nəfər deyəndə ki, 2 nəfər və bir qrup haqqında danışmaq istəyirəm, çox qısa. Və əslində mən çox istəyirdim, Torol gəlsin, ona görə ki, bir nəfər də benimlə vardı. O bizim Azərbaycan naturalisti, belə deyək, Rüstəm Feydi gəldi, olsa, vaxt olsa o danışar. Yəni, bu siyahıda məndə həmişə birinci, yəni yenə deyirəm, söhbət örnəkdən getmir, pərəstişə getmir, Dodo Dudanginski dayanır. Dodo Dudanginski mən ilk dəfə Ramiz Abudalova danışım.
Yəni geniş mən yazmışam ki, lazımdırsa geniş danışa bilərəm. Qısa desək ki, bu adam deməli Fin müharibəsindən sonra çox parlaq bir zabit olub, yaxşı oxuyub və s. Keçib Almanların tərəfinə. Ondan sonra deməli Almanlar, yəni SS Almanlar ondan sonra o Azadlıq Radiosunu, Cihunun biri idi, Azadlıq Radiosunu təşkil edenlərdən biridir. Və deməli Almanların tərəfinə olanda orada bir fakt var. Onu qeyd Ramiz mən danışdı. O məni həmişə düşündürdü ki, biz qəhrəmanlıq keçmişi axtarırıq. Halbuki məsələn mən həmişə deyirəm ki, məsələn Macar 60-cı illərin Macar və Polyak kinosu, o cümlədə məsələn Vayda'nın Pepel və Almaz, Pepel və Gül romanı şeyə baxsanız, yadınıza salsanız, əslində o filmlər Polyakların və Macarların öz tarixinə nifrət eləməkdən söhbət gedir. O da deyir ki, bizim tariximiz olmayıb. Yəni biz heç kəs olmayıb, oyunçu olmamışıq biz. Biz kiminsə əlində belə deyək, oyuncaq olmuşuq və o dəhşəti yaşayıblar. Və Danginskinin əlaqədar bir qəribə fakt var ki, Taqarovda Azərbaycan diviziyası vardı. Həm o tərəfdə, həm bu tərəfdə. Yəni Taqarovda o yerdə ki, məsələn, biz Sovet dövründə hətta bir abidə qoymuşuq Azərbaycan müvəddəci. İki tərəfdən də Azərbaycanlar vardı. Və Danginskinin qısa danışıram, yəni geniş danışa bilərəm. Yəni elə oldu ki, sonra KGB bir Azərbaycanı göndərdi ki, onu öldürsün. Bu adam da deməli onunla tanış idi, aşpaz idi və o bəyə bir bayramdan sonra Almaniyada idi, Münxenin ətrafında. O onu nəinki öldürür və sonra onu öz paltarlarını geyindirir və onu dəfn edirlər, amma elə bilirlər ki, o adımın deyil familiyası nədir o adamın ki, onu dəfn ediblər. O vaxtda da KGB onu deməli oradan gətirib, çıxardıb, gətirib Azərbaycana. Və sonra məlum olur ki, Danginski yoxdur, Danginskini açıblar, görürlər ki, başa düşürlər ki, bu Danginskidir. O adamın deməli SSR gələndə Azərbaycana, yəni Sovet Azərbaycana gələndə İtaliyalı arvadı vardı, uşaqları vardı. Və burada təxminən bir ildən sonra başa düşdü ki, yaşaya bilmir. Sifariş elədi ki, məni buraxın xaricə. Təbii onu buraxmadılar, amma ailəsini buraxdılar. Ailəsi getdi, o da təxminən bir ildən sonra özünü asdı. Yəni bu iki Azərbaycanı, yəni bu silsilədə məsələn onların yeri yoxdur, amma müəyyən mənada düşündürmək üçün, yəni yenə deyir, zirhə atmaq üçün, dərini quru, hazır klişeləri atmaq üçün müəyyən bir misaldır. İkinci misal, yəni bu yaxında Doğrulov dedi. Mən də doğrudan özümdən də fikirləşirdim ki, yəni bu siyah böyük ola bilər. Mən yenə deyirəm də, yəni mən Ramiz Abutalimov yadıma düşdü. O dedi ki, çox parlaq adamıdır. Və çox qəribə ki, Ramiz Abutalimov ilk illərdə uğurlu Sovet məmuru idi. Yəni Mərkəzi Komitədə işləyirdi, şöbə müdiri idi, Yudetskaya getdi və s. və s. İndi hansı məqamı və hətta mən məsələn onunla bir məktəbdə oxumuşam, amma heç vaxt dost olmamışıq. Yəni məndən fərqli olaraq Doğrulovla dost olub, mən sonradan yaxınlaşmışıq. Yəni bu adam təxminən Parisdə olandan sonra və necə olur, onu bilmirəm, birdən-birə Parisdəki mühacirətlə, yəni Topçubaşov nəsli ilə və s. onlarla varlamağa başlayır, onlarla danışdırır və özü danışır da mənə ki sonra, mən deyir, onların arxivini gətirdim, arxivi də təxminən 200 kiloqramıdır. O kağızları bir evə gətirdim, evdə hamı deyinirdi ki, o kağızlar da, kağızların, yəni arxivdə olan kağızların müəyyən bir, necə deyim, iyi olur, nə bilim deyim. Və amma o bir neçə kitab sonra çap elədi orada və babının o dönüşü mənə çox qəribədir ki, uğurlu Sovet məmurunun birdən-birə və məncə məhz bu dəyişikliyə görə o sonra səfir olmadı, yəni Fransada səfir olmalıydı, UNESCO çox geniş. Və nəhayət üçüncü qrup, onlardan təxminən danışmayacağım, bu adlarını deyəcəyim ki, bu yaxında mənim üçün maraqlı bir görüş idi. Farizlə bizim rəssamlardan danışdı
Yəni mən həmişə deyirəm ki, və son vaxtlar 2-3 dəfə yazmışam. Yəni ruslarda belə bir söz var. Vысказывание. Vысказывание sözü son illər başqa məna alıb. Yəni ki, vысказывание yəni ki, dərin söz. Necə deyim? İradəli söz, dolğun söz və s. və s. Yəni ki, geniş söz, təpərli söz və s. söz tapıram da. Yəni vысказывание təbii məsələn şeyə baxanda mən gördüm ki, məsələn tərcüməsi bəyanətdir. Bəyanət deyil, vысказывание bəyanət deyil. Həm bəyanətdir. Yəni vысказывание təzə mənası var ki, biz o mənasını tapa bilməmişik. Və o rəssamlar mən üçün çox vacibdir. Birinci o vысказывание kimi mən həmişə deyirəm ki, bizdə o səviyyədə vысказывание olmayıb və yoxdur indiyəcən. Yəni bütün o başqa vысказывание deyəndə ki, siyasəti götürəndə, əxlaqi götürəndə, nə bilim, ədəbiyyatı götürəndə və s. götürəndə, rəssamlar səviyyəsində və rəssamlar səviyyəsində vысказывание bizi dünya bərabər edir. Söhbət onunla getmir ki, dünya onu başa düşür, başa düşmür, nə bilim, auksionlarda baxadılar, bunlar, söhbət ona getmir. Söhbət ona gedir ki, mən məsələn duyuram ki, və biz gəlib onu başa düşək ki, bizdə dünya səviyyəsində söz varsa, söz yəni məcazi mənada deyirəm ki, bu söz rəssamların sözüdür. Hətta bəstəkarlar da var, bəstəkarlar o səviyyədə deyil, hətta şairlər də var, o səviyyədə deyil. Yəni, bu gücü var. Və o Farizənin çıxışdan sonra bir şey də başa düşdüm ki, bu adamlar həm də konformist olublar. Yəni konformist olanda o demək deyir ki, bunlar nə bilim mələkdirlər, bunlar nə bilim hər şeydir. O deməkdir ki, onlar üçün yaradıcılıq və işləri çox vacibdir. Onlar ona necə deyim, yəni yaxınlarını da yadda çıxarda bilərlər. Yəni ailəni də yadda çıxarda bilərlər. Yəni onlar təxmin o mənada böyük rəssamlara bərabərdirlər. Nə bilim Rembrandtdan tutmuş, nə bilim Van Gogha qədər və s. və s. Yəni demək istəyirəm ki, bu insanlar var və təəssüf ki, məsələn biz elə bilirik ki, o insanlar bir üçün ona görə lazımdır ki, biz onları məsələn auksionlara saldıraq, nə bilim qiymətlərini artıraq və s. albom buraxdıraq. Bunlar hamısı vacibdir. Amma mən həmişə deyirəm ki, daha vacib odur ki, onu başqa yolla biz mənimsəyək. Yəni nədir başqa yol? Məsələn dünyada indi biopik janr var da, bioqrafik filmlər var. Yəni cəsarətli bioqrafik film lazımdır, cəsarətli roman lazımdır, cəsarətli kitab lazımdır. Yəni söhbət aydındır ki, albom keyfiyyətli olmalıdır, bunlar çox yaxşı ki, bunlar var. Amma mən dediyim şeyləri odur ki, bunu başa düşəsiniz ki, bu nə qədər, necə deyim, çaşdırıcı bir insanlardır. Çaşdırıcı, yəni bizim konformist mühitimizin içində belə bir insanlar yaranıb. Ona görə bu silsiləni mən məsələn istəyərdim ki, vaxt olsa sonra doğru Rustam Efendi danışdı. O da belə bir insan vardı, məsələn Rustam Efendi vardı. O nə məşğul oldu, kəfələk tuturdu. Onu doğru mənə yaxşı danışar, halbuki mən onu uşaqlıqda tanıyırdım Rustam Efendi, amma həmişə ona pərəstiş eləyirdim. Yəni mən qurtardım sözümü, indi doğru o iki kəlmə var Rustamdan danışsın. Suallar varsa mən... Siz danışın. Sonra suallara keçin. İki kəlmə ilə Rüstəm haqqında danışır ki, o da bu siyahıda olsun. Yəni, məncə Rüstəm bu siyahıda layiqdir, bu siyahı. Bu siyahıda da mən bu cazdan başlamaq istəyirəm. Çünki mənə bu çox qəribə bir mənə gördüyüm yəni elə bir ki, bizim uzaqlardan Rəhman tanışdı, daxili uzaqlardan yenə bu reallığı qaytardı. Nə mənada? Mənə belə gəlir ki, bu problemlərməşəm. Mənə belə gəlir ki, bəlkə niyə məni biraz bu sarsıtırdı onu çal. Ona görə yox ki, mən ondan yaxşı da cazmayanları eşitmişəm. Söhbət ondan gəlir, bu bir şey yada saldı. Bizim içimizdə 200 ritm var təxminən. Həkimlərin dediyinə görə və fizioloqlar da bunu ölçüblər. O 200 ritmlər hamısı müxtəlifdir. Biri qan ritmidir, biri nə bilim çörək yeyəndə onun ritmidir, biri nə bilim 200 ritm. Məncə ən xoşbaxt adamlar odur ki, mənim bir nəvəmə mən çalışıram ki, yeganə nəvəmdir ki,
musiqini sevsin, onun tutsun musiqini, onun ritmini. Anası həmişə deyir ki, yoxdur da, alınmır. Deyirəm, yox, mütləq var. Çünki insanın içində 200 ritm var. Ola bilməz ki, bunların heç biri balaca uşaqda olmasın. Prosta vaxtında öyrətməyibdir buna. Bu mənada məndən ötəri insan üçün çox vacibdir ki, o ritmlərin heç olmasa 50-sini mənimsəsin və musiqini eşidəndə, bu ritm mənim içimdə də var. Bu qız çalışırdı ki, o ritmi tapsın. Elə bil ki, bunun içində... Bu şeyin adı da poyska ritmi. Doğrudan həşən bilmirdim. У меня O есть. меня есть. Çində elə bil müxtəlif ritmləri var, çalışır ki, onu bir tutsun, tapsın, mənimsəsin. O cümlədən Rəhman yada saldığı ikinci şeydi, yadıma düşür. Bizim bir ümumi dostumuz var idi, bilmirəm, var mı, yox mu indi, Vagif. Ha, yox, Vagif İbrahimoğlu yox, Vagif yurist, hüquqçu. Hamama gedirdi bizdən. O həmişə o Fadoşu təmizləyən idi, ayağın Fadoşunu təmizləyən tabanlarını. Və biz təcrübələri bunu saatlarla eləyirdik. Hamamda otururduq, elə görürük, elə qartlayır, elə bir belə. Amma çox belə daxilən çox sakit, mülayim, belə fəlsəfəvari bir insan idi. Rəhman söyləyəndə mənim yadıma düşür ki, oradan biz bu tip adamlara rast gəlmişik. Baxmayaraq ki, biz yoxlar ölkəsi deyilik. İndi nəhayət Rustam. Rustam həqiqətən həyatın bütün ritmlərini, belə deyək, bütün qəribəliklərini hiss eləyən adam idi. Ona görə də bəlkə də bu ritmlərin çoxluğuna dözmədi. Çünki başqa səbəblər də var, onlardan deyəcəm. Qızı da indi bilirsiniz, çox qəribə fotoqrafdır, yəni çox məşhur fotoqrafdır, indi deyəsən xaricdədir artıq. Elə Rəna Əfəndi. Yəni atasının hansısa istedadları qızına da keçdi. Rustam mən bildiyimə görə dünyada olan kəpənəklərlə çox az insan məşğul olur yer üzündə. O dövrdə Rustam 9-undan biri idi. Yəni kəpənəklərlə məşğul olan, nə bilim, 500 alim varsa, bu birinci 9 alimin arasındaydı. Sadəcə ona görə ki, bu çox nadir, qədim Talış kəpənəklər, Talış dağlarında olan kəpənəklərlə məşğul idi. Qəribədir ki, bu kəpənəklər çox belə nətər deyim, belə insanlar olur, belə cılız, adamı xoşuna gəlməyən, belə sən nətər deyim, hili, belə çox belə az qala iyrənc kəpənəklər idi. Bir dənə də belə qutusu var idi, o kəpənəklər orada yığırdı çox belə ehtiyatla. O bir də bana dedi ki, bu kəpənəkləri mən xaricə gedə bilsəydim, bu kəpənəklər ən azı Stuttgartda, deməli, kəpənəkləri, yılanlar, yəni bu təbiət şeyləri, uçanları bir market var idi, dünya marketi. Orada deməli bu qutunun qiyməti təxminən $10.000 idi, $20.000 idi. Çox yüksək qiymət, çünki o nadir o vaxt, çünki çox nadir şeydir bu Talışdan gələn qədim kəpənək, 2 milyon ilin kəpənəyi. Bu qəribə deyil. Qəribəsi odur ki, bu adam heç bir daxilində olan öz qəribəliklərindən əl çəkən insan deyildi. Yəni, hamısını elə bir qəbul edir, bu da mənimdir. Birincisi, dəhşəti içən adam idi. Və onu görən, tanıyan adamlar həmişə məhdər qalırdı ki, hardan bunun içində o qədər enerji var ki,
bu enerji ilə bu adam belə maraqlıdır, bu boyda şeylə məşğul olur. Yaxşı da alim idi. Deməli, bu kəpənəkləri talışda tuturdu dağlarda. Bir dəfə mən bir çox belə anormal sual verdim ki, qorxmursan, tüfəklə zadına gedir, nə danışsan? Dağlarda ən xatalı adam insan özüdür. Çünki çoban mənim əlimdən almaq üçün qəflətən o tüfəngi məni öldürməyə də hazırdır. Çünki dağlarda tüfəng çox lazımlı şeydir. Ona görə məndə kəpənək tüfəng zadı yoxdur. Mən elə belə gəzirəm axşamlar. Ata minirəm. Əlimdə o saçok nə deyirlər Azərbaycanda? Saçok nədir? Kəpənək qan. Deməli, otururam orada, çox kitab sevən adam idi eyni zamanda. İçən adam idi və çox kitab sevən adam idi. Mollalar kimi deyir, ona belə bir kitabı qoymaq üçün bir taxtası da var, düzəldirdi onu atın üstündə. Bu əlində də fanar, deməli, o dağlarla atda gedir, əlində bu kitabı, atda gedə darıxırsan, deyir. Uzun yol heç nə görmürsən. Maşında gedən də oxuyur. Yox, kitab oxuya gedirəm. Deyirəm, bəs bu kəpənəkləri nətə tuturdum? Deyir, çox sadə. Kəpənək üçün də mən hiss edirdim ki, gəlir, hadısa buralardadır. Elə oxuduğum yerdə edirdim, tuturdum. Əllərim də öyrənmişdi. Deməli, tək belə olsaydı, yəni qəribəliklər tək belə olsaydı, dəhşətli təbiəti sevən adam idi eyni zamanda. O, studiyada bir film çəkilirdi. Это то второй не возьмешь с собой. Или o второй не возьмешь, adda yadıma çıxır. Orada cürəbəcür heyvanları çəkirlər, o cümlədən də balaca ceyranları, çünki orada ceyran var, bax balaca. Bir də o Berberovun arvadı gətirdi o balacaca, bu boyda ceyranı, orada da parket poluydu. Deməli, gedirdi, istəyirdi o balaca ceyran anası da yoxdur yanında da, istəyirdi biraz yerisin. Yeriyirdi, yıxılırdı, yıxılırdı. Birdən gördün ki, bu Rustam az qala ağlayır. Deyir ki, niyə yorulsun? Çünki təbiəti o qədər sevirdi ki, nətər ola bilir, niyə uşağı yorursunuz? Eyni zamanda həyatında da elə adam idi. Bir əhvalat söyləyeyim, çünki o qadın sağdır, ona görə kim bilir ki, kimdir o. Kim bilmir, elə bilməsə yaxşıdır, bəlkə. Ona 10-cu sinifin qızı, qonşusu vurulmuşdu əsl mənada. Demiş ki, mən sənə mütləq ərə gedəcəm. Demiş, ay qız, dəli olma, mən artıq qoca kişiyəm, 40 yaşı var idi onda yəqin. Sən nə danışsan, nə bir günü bu qız, bu da qonşularına deyirdi ki, sənlə o eləyinki qız məndən əl çəksin. Mən ona, heç məndən ötəri bu dəhşətdir, mən onu uşaqdan görürəm ki, böyüyür. Mən nətər onu arvad ala bilərəm. Günün bir günü qız gəldi, qapını döydü, dedi ki, o da yarı kasıb adam idi, yəni heç nə əlavə qazancı zadı yox idi, o kəpənəklər heç ada sata bilmirdi. Deməli, qapını döydü, dedi ki, artıq mən gəlmişəm, mən sənin yoldaşın olacağam. Belə adamın ağlı sığan şey deyil ki, o atasını da mən tanıyıram, qəribəsi budur. Atası da dəhşətə gəlmişdi. Amma dedi, mən getməyəcəm, mən sənin arvadın olacağam. Çox qəribə yaşadılar. Baxmayaraq ki, dəhşətli içən idi. Baxmayaraq, o qız da onun nəsə o dərinliyini, dəyərini çox qəribə hiss edirdi. Линия продолжается. Да, линия продолжается. Кстати, вот Гусейна нет,
И он бы сейчас вспомнил, как Рена Эфенди, когда пришла, у меня есть фотографии, она приходила к нам на крышу, вот, дом напротив Боксовета, мастерские художников. У этого дома последний этаж надстройка, там вот эти все мастерские. И достаточно широкий барьер. Ну, высота, представьте для себя какая, да, это последний этаж этого дома, это считается как 12 этаж. Так вот, Рена, когда туда попала первый раз, она же с фотоаппаратом ходила, первое, что она сделала, она вылезла из окна на барьер этой надстройки. Там Гусик, там вот, у Гусика чуть разрыв сердца имел, потому что, ну, с одной стороны, очень страшно, что вдруг снизу случится. С другой стороны, вообще мало кто решался вообще вылезти. Нет, она должна была именно вылезти вот туда, на барьер, и оттуда увидеть город, чтобы у нее не было никаких перед ней преград. Вот это человек. Рамок, да, чтобы не было рамок. Хорошее воспоминание, да. И я сейчас договариваю, заканчиваю. En qəribəsi bunlar evləndilər. Həqiqətən də iki bənd olmuş adam idi. Çünki bu da qıza bənd idi, amma başqa çünki buna olmaz. Amma daha gəlibdir də evləniblər. Nə bir ailələrdə drama, nə bilim, nə. Amma birdən qəflətdən boşandılar. Nədən? Rustamın ən sevimli kitabı yer üzündə Tom Sawyer idi. Tom Sawyer'da hər gecə yatandan qabaq bir 2-3 səhifə oxumasa yata bilmirdi. Günün bir günü bu xanım, bunun yoldaşı dedi ki, bilsən nə deyəsən, məni yordun, bütün günü Tom Sawyer oxuyursan. Dedi, ay qız, mən Tom Sawyer'ı bircə gecə oxuyuram yatandan qabaq. Dedi, yox, ya Tom Sawyer oxu, ya mən gedirəm. Bu andan bunların arasında başlandı. Sonra qız da qəribədir ki, getdi Afqanistanda da hələm tərcüməçi oldu. O dəhşətli müharibədə. Axırıncı nəyi demək istəyirəm, qəribədir ki, Rustam içəndə də mən çox içən görmüşəm. Uzun ömrüdə sən çox əməli başlı vuranları da tanıyırsan. Eləsi var idi ki, zəhlə tökən olurdu. Yəni ki, Volodya Kalinin var idi, fotoqraf, qəribə fotoqraf idi. Amma özü deyirdi ki, uşaqlar, mən bundan artıq mənə süzməyim, çünki mən çox iğrənc insana çevriləcəm. Doğrudan da biraz içən kimi artıq donurdu, vəhşi də deyirdi. Rus dildə bir yaxşı söz var, qaconuş. Qaconuş, amma adi həyatda araqsız, çox gözəl olan idi. Rustam, qəribə, mən insan doluğundan deyirəm. Məndən ötəri möcüzə idi içkidə, çünki bu adam içdikcə daha çox ətrafda olan qızlar buna bənd olurdu. Həmişə bunun ətrafında özü də bir 3 dəfə yəqin evlənmiş idi. Adamı yazma sala bilmirəm. Öləndən sonra mən belə şeyi eşitməmişəm ömrümdə. Bəlkə hansısa qərbdə, nə bilim, Tox qərbdə belə şeylər olur. 4 bunu ən çox sevən qadın pul yığdılar, özləri buna, qəbri zadı özləri düzəltdilər. 4'ü də oradaydı, 4'ü düzəltdi. Və mən önətləri bu çox parlaq həyatda, yadıma salmaq istəyirəm ki, görəsən neçə yaşı var, deyəsən 56 yaşı var idi. Bu dünyanı tərk eləyəndə. Amma məndən ötəri çox xoşbaxt adam idi, çünki çox dolğun yaşadı bu ömrü. Yəni ki, özünün içində olan bütün o ritmləri, istəkləri, bəlkə açıq adam idi ona görə. Çünki mənlə elə salamlaşırdı ki, elə bil ki, belə məndən yaxın onun yer üzündə dostu yoxdur. Baxmayaraq ki, onun dostu çox, yaman çox dostu var idi. Bu qədər. Teşekkür. Bir hamile dervasıyla aslında bu böyle bir Rus alimi var. Diyor ki
uzun danışmaq istəyirəm qısa. Yəni elə oldu ki, Bakıya gəldi, Azərbaycan haqqında kitab yazmalı idi. Yəni son günü biz sonra kitab çıxdı, orada məclis haqqında yazdı. Belə bir məclis qurduq. Yəni, uzun çəkdi də belə 2 saatdan sonra utana belə bir şey dedi ki, mən sizlə danışanda görürüm ki, Azərbaycan nə qədər zəngindir, dramatikdir, müxtəlifdir. Və siz onun sözləri desək ki, o dalğa ki, siz dünya haqqında özünüzə xəbər verirsiniz, niyə belə bəhs etdi? Почему такая скучная волна, культурная волна, которая сообщается всему миру? Bu indiyəcə mən onu dəfələr, üstündən 20 il keçib, mən dəfələrlə bunu deyirəm ki, indi də görürəm ki, nə qədər zəngindir, amma biz məsələn, bu auditoriya və o biri zallarda olan şeylə fərq var. Söhbət məndən getmir. Söhbət olan gedir ki, biz o maraqlı Azərbaycanı görmürük. Və elə bilir ki, bizə bir xəstəlik var ki, biz təbliğatla məşğul olmalıyıq. Mən həmişə biz təbliğatla məşğul olmamalıyıq. Yəni, biz özümüzü dərk etməliyik. Yəni, Azərbaycan bizim üçün maraqlı olmalıdır. Əlbəttə, maraqlı olmaq üçün. Yəni, mən xoşbaxtam ki, o siyahıda Rəsulullah Əfəndi də oldu. Ramiz Abudluğu da oldu, o rəssamlar da oldu, və s. Yəni, bu qədər. Yəni, sual varsa, yəni, keçək söhbətə. Yox, mən bir cədən əlavə edeyim. Mənim də çox var. Dəhşətçi oldu ki, bəlkə və bunu düzəltməyə lazımdır Azərbaycandan. İnsan gedir, elə bil arxasınca o yolu davam edən, aydın ki, insan yolu ayrıdır. O adi işdir. Amma heç olmasa belə şərti mənada davamçısı qalmır. Yəni, məsələn, Rustam getdi, mənə də dəli elə bir ki, Rustam gedəndən sonra axırıncı zavodu da getdi oraya. Bəlkə biraz mübaliğədir, amma təxminən düzdür. Və eyni zamanda axırıncı kəfənəklə məşğul olan Azərbaycanın. Bax, bu çox kədərli bir şey. Yəni, o mənada ki, o... Və daha geniş, naturalist getdi. Kəpənək başqa naturalist çox vacibdir. Ümumiyyətlə, təbiəti bütövlükdə görən adam. Və bu bir çox sahələrdir. Ramiz Abudluğu getdi. Qəribədir ki, o çox adam yazır da, o dövrdə, Musavatda, birinci Azərbaycan Cumhuriyyətində. Amma Ramiz getdi, elə bir ki, çox ciddi bir şey qırıldı, davamçı da tapılmadı. Davamçı qəribədir ki, Tiflislərdi, Yafarislərdi, o Gürcü var, Mamuliyə. Amma bizimkilərdən onun davamçısı belə ağlıda olan, otura belə insan, marifçi, tapıldı. Bəlkə bu bizim bir millət kimi biz Azərbaycanı görsək, bəlkə bu bizim büyümən zəif yerimizdir. Yaxşı, bədbin sual olan və ümumiyyətlə söz demək istəyən, yəni birdən hamı sustu, sustu. Da. Ucal, sənin sualın var mənə. Фариза, да, пожалуйста, Фариза. Фариза, пожалуйста. У меня сразу несколько, но первый вопрос у меня возник в первой части Рахмана, второй вопрос вот во время, начну с конца, да? Значит, с продолжения. Это на самом деле острейшая тема. И, значит, тут сразу ряд вопросов возникает. Вопрос первый. Что сделать для того, чтобы должно не дать умереть тому или иному там, виду, отрасли, там, направлению? То есть фиксировать что-то. Предположим, человека нет, но остались знания после этого человека, остались в каком-либо виде знания. Это же тоже есть своего рода продолжение, которое кто-то, пусть через 50-100 лет, выкопает из архивов, прочтет, пронесет через себя и принесет дальше. Да? То есть нужно фиксировать что-то. Даже если нет людей, если уходят люди. Я думаю, что да, потому что, знаешь, раньше, как это ни странно, в
духовных вещах. Устная, жизнь слова устная была более четко держала память, чем ныне писанная. Вот ныне писанная, к сожалению, она растворяется. Вот хотя интернет есть, каждый может что-то написать, даже можно издать книгу. Но почему-то, мне кажется, очень простая вещь. Просто теряется какая-то теплота восприятия, да, первичная, которую ты помнишь. Что бы это ни было. Расим Ефендиев, который свои величественные старости, спокойный. Вот должна быть какая-то эмоциональная вещь, которая цепляет остальных тоже. Ну, предположим, видеозапись. Тоже? Ну, видеозапись это уже это ближе. Но и то это требует определенного искусства, как вот этот маленький арт-менеджмент, который был придуман с этой джазовой пианисткой. То есть все равно надо это как-то оживлять. У нас еще есть свои национальные слабости. У нас биографические фильмы все невероятно скучные, патологически скучные. Понимаешь, и если у меня не было личного опыта, я один раз в жизни, я сейчас заканчиваю, я один раз в жизни написал, с моей точки зрения, очень хороший документальный фильм про Расула. Не потому, что Расул был даже хороший поэт, действительно хороший поэт, а потому что это был отец Анара. Я только сегодня это примерно рассказываю. Я писал его так, как будто мой главный экзаменатор Анара. Перед ним, чтобы не было. Главки какие-то были, там у него цвета были, стихотворения про разные цвета. И там дети как-то изображали цветы, и вместе он старой хроникой, все старался гармонично все сделать. Я жалко, я его даже потерял. Честно слово, он мне нужен оказался. А режиссер, директор студии, не буду называть его имя, потому что его тоже нет уже. Когда я сказал ему, я вас умоляю, да? А сначала поймет Анара, потому что снимешь. Он испугался. Я понимаю это, хотя все равно не признаю. Он сказал, нет, я снимать не буду. Так, может, он чувствовал, что он не очень хороший режиссер, хороший писатель, но не очень хороший режиссер. Когда я попросил человека ответственного, что да можно хорошего режиссера, она не хочет уже, можно какого-то другого хорошего режиссера. Он сказал, нет, уже дадим любому. Я сказал, почему? Он сказал, потому что он однажды раз в Луза, когда я отвез его в мое родное село, и там ночью женщины готовили еду на утро, и он вдруг сказал, что «Абу Иттара Демента», я так люблю итальянцев надо. Вот он запомнил эту фразу, и на основании этой фразы, я понимаю, что чувство может возненавидеть. Поэтому он отдал это худшему документалисту студии. И получился такой, знаешь, абсолютно скучный такой фильм «Расул», как всегда ходит, поэтому по бульвару, закат, картинки в чае, то есть скучище страшно. При жизни был? А? При жизни Расул? Расул был жив, но уже болел. Успели его снять, и Аньяр-Хамов вот жив. И у меня такое грустное чувство было, когда они умерли. То есть я как бы пытался схватить уходящее время, чтобы сохранить его, а оно просто промчалось усилиями какого-то режиссера плохого. В общем, это требует особой работы. Я думаю, даже это надо делать. Вот здесь много молодых, вот если даже пытаться вот так сохранить память о каких-то людях значимых, интересных, важных, то все равно это надо делать, как сказать, заранее, наполняясь каким-то теплом. То есть это нельзя делать без отношений, просто фиксировать. Все.
меня вопрос к Рахману, то есть я на русском задаю, но ответ, наверное, должен быть на азербайджанском, потому что у нас разговор идет. Вот уязвимость – это такая, ну, на самом деле, тонкая материя. Когда, Рахман, вы говорите об уязвимости, это же ведь речь о боли, там речь о язве, о боли, причем о боли, которая должна присутствовать. И даже если вдруг как-то мы стараемся избавиться от боли, то есть человек творческий, человек, который хочет выбиться из Homo sapiens хочет пробиться куда-то в иную степень, он должен в себе даже в какой-то мере находить эту боль, как ту самую новую сверхзвезду. Да? И есть такой момент в понятии уязвимости. То есть ахиллесова пята, скажем, это относится к уязвимости. Ахиллесова пята – это то, что скрывается, и то, что в общем, приводит человека к смерти. Та уязвимость, о которой вы говорите, это ближе к ахиллесовой пяте, или это все-таки ближе к тому, что нужно постоянно в себе находить? Наоборот, не скрывать, а находить и вскрывать. Çətin məsələdir. Çətin məsələdir. Təbii mən deməli Azərbaycanca danışacağam, amma uyaзвим sözünü rusca deyəcəyəm ki, ona görə ki, ingiliscə deyə bilmirəm, Azərbaycanca da. Əlbəttə belə deyim də, yəni ağrısız olmur. Ağrı insan həyatından bir hissəsidir. Amma bütün o ağrı var da. Mən yəni yüksək mənada ağrı səni alçaltmır. Ona görə məsələn mənim o şeydə, o esimdə belə bir aforizmim deyəndə ki, aforizmim var. Mən deyirəm ki, belə aforizm var. Любовь – взаимная уязвимость. Любовь – взаимная уязвимость. Yəni, məhəbbət nədir ki, adam bir-birindən tam qorxmur. Yəni, bir dəqiqə, bir saat, bir gün, bir ay bir-birindən qorxmur. Yəni, zərbədən qorxmur. Yəni, tam dərsini soydurur. Yəni, lüt çıxır. Lüt çıxır və qorxmur. Və bu qorxmamaq sonra ağrı verəcək. Amma o lüt, yəni lüt başa düşürsünüz, məcazı mənada deyirəm də. Lüt olmaq o qədər ləzzətlidir. O qədər xoşbaxt olursa ki, o anda ki, ondan sonra o ağrıya da dözə bilirsən. Yəni, söhbət nədən gedir? Yəni, mən əslində nə demək istəyirdim? Demək istəyirdim ki, nə qədər dolğun yaşasaq o qədər, yəni onsuz da biz Hilal'da deyək ki, Zevsin demək kimi, biz buyuq da biz, yəni bundan qaçılmazdır. Ölüm var, qorxu var, yəni kiçik o qorxular var, gündəlik qayğılar var və s. Yaxınlar var ki, başa düşməyəcək və s. Yəni bunlar qaçılmazdır. Bunların içində müəyyən anlar yaşayırsansa sən, yəni sənə bu nail olubsa, yoxdursa, sən heç olmasa inan ki, bu dünyada Dante olub. İnan ki, Robert Evans var. Robert Evans, yəni uyaзвимость deyəndə ki, ona ətrafda gülürlər. Astraliyada bəlkə az gülürlər. Yəni, Azərbaycanda olsaydım gülərdi ki, bu nədir? Saraya şey qoyub, teleskop qoyub, baxır göylərə. Bu dəlilikdir də. Hə? Çudak, qəribədir də. Çox qəribədir. Amma mən başa düşürəm ki, o uyaзвимость ağrısız olmur. Uyaзвимость həmişə, yəni sən təhlükəyə hazır olursan da. Amma demək istəyirəm ki, sən təhlükədən qaçırsansa, daha da çox təhlükə olacaqdır. Yəni, təxminən mən demək istədim ki, biz Abbasız ki, təhlükəsizlik ki var. O təhlükəsizlik bizi, necə deyim, həyatdan qaçırdır. Yəni, zirəklə biz yaşaya bilmərik də. Yəni, yenə deyək, siz mənə soruşarsınız, mən buna nail olmuşam. Müəyyən anlarda hə, amma əsasən yox. Əsasən yox. Amma mən başa düşürəm ki, yəni mənim xoşbaxt anlarım olubsa, yəni o anlardır. Nə qədər olub, Allah bilmirəm nə qədər olub. Amma ki, imkan daxilində mən çalışıram, hər gün zirəbi çıxardım. Hər gün. Amma
Yani her gün damadımı kaşıyım, yani o Vagif gibi. Tabii söhbət onda getmir ki, damadı kaşıyım, damadı kaşımıram. Ama başa düşürəm ki, o her dəfə o daban qoruyur da. Yani hiç olmasa bunu başa düşürəm, yani hiç olmasa bu mənada yani mənə nə deyim, verilən dərəcədə mən azad ola bilirəm. Amma təbii ağrı yəni yaxınlar gedir. Peşman olursun ki, bu sözdən sözləri deməmişsən vaxtında. Onu yəni deyim, ağrı insan həyatının bir hissəsidir. Ve buyurun. Kaçılmazdı. Я хотела, меня то есть очень всегда волновало, как раз сегодня об этом говорили, об этом вопросе. Прошло какое-то время, и начинаешь понимать, что не все было так ужасно. Да? Вот то, что вот вы говорите, вот я, например, первый раз честно слышу вот имя, да, вот, Рустам Эфенди, да, Рустам Эфенди, вот это вот натуролог. То есть все-таки советская культура, я бы так сказала, тоже очень много дала Азербайджану, нам дала. И вот я думаю, что может быть вот этот перелом того, что то есть вот исчезла какая-то страна, какая-то культура ушла, и сейчас совершенно другое поколение. Я, например, сама преподаватель, и я вижу новое поколение. То есть я работаю с ним, и я вижу, что у меня с ними какой-то диссонанс. То есть мы не понимаем друг друга. Вот, ну, где-то они другие уже, да, вот, и вот как, я думаю, вот этот процесс принятия, как вы думаете, мы должны через это пройти. И я, честно говоря, вот я долго не интересовала, ну, как-то много не читала литературу постколониальную, но сейчас я вот начала читать, например, там, Асию Джабара, алжирскую писательницу, там, и других, и я понимаю, что эти проблемы во многих постколониальных странах, да, но вот как этот процесс пройти не так болезненно, у нас все-таки он идет вот от одной культуры, мы переходим к другой, как-то не знаю, как это, как вы думаете, как это можно менее болезненно пройти? Azerbaycan cevap vereyim. Rus dilinde cevap verebilirim. Язык тоже Да. большой. Ну, давайте начнем на русском, перейдем на азербайджанский. Ну, во-первых, потом я перейду на азербайджанский. Я думаю, что современная эпоха, не азербайджанская эпоха, постепенно говорит о том, что надо все такие коллективные нарративы, из них надо выскакивать. Поколение, я сам и мир, я и космос, я и мировая культура. Вот я об этом пытался сказать. Вот это, вот не ответственность перед поколением, не ответственность перед Азербайджаном, не ответственность перед нацией, не ответственность даже перед миром, а ответственность перед мировой культурой. И вот это вот стараться быть живым. Есть китайцы, опять есть свои китайцы. И если они говорят, что если ты что-то понял за день до смерти, можешь спокойно умирать. Вот это спокойно умирать, это что-то понять в такой глубокой мере сам. То есть я вас призываю каждого себя, сам для себя это сделать. Это не эгоизм, это не эго. Да? Это что-то более глубокое. Это вообще тренд. Уязвимость, это же вообще что такое? Это уязвимость, это борьба с насилием. Это тренд, это очень существенный тренд. Сейчас вокруг мы видим, что наоборот, кажется, все. Я верю, вот я сейчас пишу вторую книгу, вот ее Алик все время говорит, что там она сплошь пацифистская, антивоенная. Даже здесь, где победа, все вокруг об этом говорят, она абсолютно антивоенная. Слушай, я сейчас не буду в эту степь идти, вот я скажу, что в принципе вы сами, ваша личная экзистенциальная вещь, вообще самая высокая философия для меня это, вот я смотрю на его, думаю, что скажешь, это экзистенциально, то есть я сам вопреки всему. Вот для меня это главный тренд вообще, и поэтому я об этом хочу, это главная информация. İndi keçirəm Azərbaycan dilinə, yəni burada mənim Ucalın məclislərində, belə deyək də, urbanistik məclislərində belə bir sözüm olub və onlar da yəni 100% elə deyir, amma deyir, mən iki nəsil haqqında fikirləşdim Azərbaycanda. Yəni birinci nəsil mənim nəslimdir, yəni 60+. O nəsil, və indi Rüstəmə də baxıram, Rüstəm artıq başqa Rüstəmə, Rüstəm Birəyməyeva. Yəni o nəsil çox parlaq idi. Amma
biz o nəslin belə deyək də dramatikliyini hiss eləmədən onu əsas olaraq yanaşa bilmirik. Biz elə bilirik ki, yəni biz həmişə belə fikirləşik, bizim başqa bir balamız var. Biz fikirləşik ki, başqası nə deyəcək? Başqasını fikirləşməsə, fikirləşək ki, bunların draması, mənə məsələn dramalar maraqlıdır. Mən onların dramasının içində yaşamışam. Yəni nəsə məndə alınıb, nəsə alınmayıb. Ona görə, amma o nəsil çox parlaq idi. Mən Rüstəmin adını çəkildim, burada Anarın adını çəkildim, mən nə bilim, Vahid Səmədoğlu'nun adını çəkə bilərəm ki, onun məsələn şeirləri var artıq, yəni Emin Sabidoğlu'nun adını çəkə bilər və s. Arazdaşlardan adını çəkə bilər, o nəsil var idi. O nəsil daha çox şey eləyə bilərdi, eləmədi. Niyə? Min səbəbi var. O min səbəbdən qorxmadan danışmaq lazım. Keçirin başqa nəslə. Məsələn, o nəsil ki, mən son illər onlarla daha çox ünsiyyətdə oluram. Belə deyək, 40 plus, 40 ətrafında. Bu, mənə bir şey deyim, o nəsil 10 il bundan qabaq AFU-nu yarattı. AFU çox parlaq bir qurumudur. O, deməli, onların enerjisi var idi. Müxtəlif səbəblərdəndir, siyasətə keçmək istəmirəm. Amma demək istəyirəm ki, o enerji vardı. Yəni, o nəslin, məsələn, Ocalın məclisləri də olanda, burada mən, məsələn, çox istəyərdim ki, onları mən burada görüm. Bəlkə onlardan kimisi görmüşəm, mən görürəm burada, tanımıram. Mən bir neçə xanım vardı. Özdəki varaqlı o idi ki, deməli, 60 üstəgəl nəsildə qadınlar çox az idi. İndi məsələn, qulasını fikirləşirəm ki, kəşf olunmamış qadınlar var. Məsələn, o rəssamların arxasında qadınlar var, Rüstəm Efendinin arxasında qadınlar var və s. və s. Ya da qadınlar kəşf olunmayıb, yəni bir çox səbəblərdən. Amma artıq səhnədə 60-cı illərin səhnəsində qadınlar yox idi. 40 üstəgəlin AFU nəslindədir. Demək olar ki, meydanda qadınlar yox idi. Bir neçə əlbəttə qadın vardı. Məsələn, o vaxt Günel, bu yadımda baxıram ki, onun çıxışları da orada, çox vacib çıxışlarıdır. Rəna Efendi yadımda düşür. Amma ümumiyyətlə, qadınlar 30-a qədərki nəsildə, məsələn, burada mən gördüm o işini, xeyli qadınlar var, qızlar var. Mən onlara dediyim sözü bu oldu ki, ona görə mən məsələn, ki, davam eləyin, böyük zamanda yaşayın. Yəni, 5 günlük dünyada yaşamayın. Və mən hər dəfə görürəm ki, bizim problemimiz odur ki, nəsil yaranır, amma o bütün nəfəs ala bilmir. Yəni, o özünü ifadə edə bilmir. Ona görə mən eyni zamanda, məsələn, Azərbaycanla bağlı həm bədbinəm, həm nikbinəm. Yəni, hər bir söhbətdən asılı olaraq ya nikbin sözləri deyirəm, ya bədbin sözləri deyirəm. İkisi də bir-birini tamamlayır. Yəni, mən görürəm ki, bu nəsillər harada yaranır o? Gəzmənlər harada yaranır? Rəssamlar harada ideoların qazancı da yoxdur. Məsələn, mən gözləyirəm ki, Farizənin yeni nəsil rəssamlar haqqında çok güman ki, orada da parlak adamlar var. İndi də var onlar. Ona görə demək istəyirəm ki, bu qurumda, bu topluluqda mən məsələn böyük potensial görürəm, enerji görürəm. Amma böyük bir problem görürəm, o problemi mən həmişə deyirəm, Mirzə Cəlilin adı ilə mən həmişə bunu ifadə edirəm. Yəni, Mirzə Cəlil bizə çoxdan başlanıb ki, bizdə dirilər çoxdur, amma səhnədə ölülərdir. Və dirilər ölülərlə vuruşur. Yəni, bu bizim Mirzə Cəlildən bu tərəfə eləyəcək o olar. Yəni, necə eləyək ki, onlar dirilər qalsın, heç olmazsa səhnəyə çıxa bilməzsə də, səhnə arxasında. Dava açanda mən dəhşətə gəldim. Çünki həriyə bir doza veriblər, səhifə yarım. Nə bilim, 300 dənə, 500 dənə alimdir. O cümlədən orada mənim atam da var. Mən də çoxunu tanıyırdım bunların. Çoxunu, çünki artıq biz ömrümüzü əsas hissəsini çoxdan yaşamışıq. Başladım maraq üçün. Deyir ki, bunu mən tanımıram. O biriləri tanıyırdım. Tanımadığıma baxım. Baxırım, deyirəm, bu kişilərlə mən bunu bir dəri müqayisə eləyə bilərəmmi? Yox. Çünki heç nə o yazıdan başa düşmürəm. Həcmi də eynidir.
yani ki bu niye biz geldik bu vəziyyətə düşdük? Mən elə indiyənə ki başa düşə bilmirəm. Elə bil indi parlaq dövrdür, pluralizm, nə bilim nə Rəhman da bu dəqiqə dedi ki, çox yollar açılır. Amma bu görünür bu içərimizdə olan şeylərdir. Və axırıncısı, məndən ötəri, bax, Əli də burada otururdu. Fəlsəfə institutunun bir vaxtı çox parlaq bir dövrü var idi. Ulduz dövrü, mən belə deyərdim. Müxtəlif adamlar yığışmışdı orada. Həsən Quliyev, Rəhman, Əli, Gündüz Sariyev, o şeylər, dərmanlarla məşğul olan kənd təsərrüfatı ilə, Novruz. Bunlar hamısı, Teymur, bu bizim Fəxri, hamısı müxtəlif adamlar idi və bu mənada filosof idilər. Çünki o institut adına uyğun yaşayırdı. Adına uyğun o mənadakı filosof o adamdır ki, çalışır ki, bu dünyanı dərk eləsin. Yəni, bu filosof sözünün məqsədidir və o yolu axtarır. Bunlar hamısı, hərəsi öz yolunu tapdı o dövrdə. Rəhman da öz yolunu yavaş-yavaş tapdı. Hələ neçənci ilin söhbətləridir ki, Gündüz Sariyev getdi, müsəlman oldu. Kimdəsə xristiyanlığa meyil açıldı, kimsə getdi kənd təsərrüfatına məşğul oldu. Amma bunlar hamısı bir mühitin produktuydu deyil, nə deyim, hə? Yəni ki, bu şeyləri həmişə saxlamaq lazımdır. O mühit yaranan kimi, o görünür, o təsədüfi şeydir müəyyən dərəcədə. Amma o yarananda gərək onu saxlayasın. Teşekkür